bu dəhlizə ola bilərmi ki, Rusiya dəhlizdə hər hansı bir mövcudluğunu qoruyub saxlaya bilsin və yaxud da ki, Amerika Birləşmiş Ştatları bu dəhlizdən, baxmayaraq ki, ortada bir sənəd var, dəhlizdən geri çəkilsin, daha çox Rusiya burada təzyiq imkanlarına, təsir imkanlarına daha da artırsın. Ümumiyyətlə, varmı belə bir ehtimal? Var. Dəhliz təhlükə altındadırmı? Çox ciddi təhlükə altındadır. İmzalanmış sənəd təminat vermir. 20 noyabr, deməli 20-ci ildə 10 noyabr sənədində burada Rusiya Zəngəzur dəhlizindən bağlı öhdəliklər vardı. Ancaq üstündən xətt çəkildi və Amerika Birləşmiş Ştatları bu prosesə cəlb olundu. Ancaq Rusiya belə sakitcə çəkilmək fikrində deyil və elə Putinlə Paşinyanın görüşü də göstərdi ki, Putin nə qədər bu seçkilərə ümid eləyir. Ermənistanda Avropa meyilli cəmi bir qüvvə var. Səs ala biləcək. Bu da Paşinyanın partiyası. Yerdə qalan Avropa meyilli qüvvələrin seçkilərdə səs almaq şansı yoxdur. Paşinyanın rəqibi hamısı Rusiya meyilli qüvvələrdir. Və başda da təbiidir ki, təzə yaranmış bu Karapetyanın partiyası durur və Putin açıq şəkildə dedi ki, onlar bizimkilərdir. Ki, bunu deməməliydi. Rusiya pasportu var dedik. Açıq şəkildə. Əllərində siz imkan verin, şərait yaradın olar, seçkilərdə iştirak eləsin. Bu nə deməkdir? Putin Ermənistan uğrunda ölüm-dirim savaşına girişir. Və əldən vermərəm deyir. Əlimdə nə imkan var, istifadə edəcəm və çalışacağım ki, seçki yolundan hakimiyyəti götürək. O da yalnız bir halda ola bilər ki, Karapetyan və digər Rusiya yönümlü qüvvələr ki, onların hamısının səs almaq şansı var. Kaçaryanın partiyasında səs almaq şansı var. Sonra bir Olimpiya Komitəsinin sədri adını unuttum. Onun da səs almaq şansı var. Sarkisyan seçkilərə getmədi. Ancaq o da dəstək verəcək şübhəsiz ki. Kilsə də dəstək verir Karapetyana. Hətta diaspor baxmayaraq ki, ən nüfuzlu qüvvə Paşinyandır və onun partiyasıdır. Ancaq yerdə qalan qüvvələrin alacaqları səs ola bilər ki, ondan artıq olsun da. Bu da çox təhlükəlidir. Rusiya bu seçkilərdə məğlub olsa, bölgədə başlanan çox müsbət proseslər davam etdirilə bilər. Ancaq əgər qalib gəlsə Rusiya yönümlü qüvvələr, onu Zəngəzur dəhlizindən bağlı məsələ də düyünə düşür, sülh sazişi də düyünə düşür. Çünki o qüvvələr konstitusiyanın dəyişməsini istəmirlər. Yalnız Paşinyan bunu istəyir. Qarabağla bağlı məsələ də qalxa bilər. 90-cı illərdə Azərbaycana məğlub edən Ermənistan deyildi ki, Rusiya. Rusiyanın 3 diviziyası iştirak edirdi müharibələrdə. 3 diviziya. Yəni demək istədiyim odur ki, təhlükə qalır və orada hətta Putin o hədə-qorxu da səsləndirdi. Misal üçün, qazla bağlı dedi ki, biz sizə 177.5 dollara veririk 1000 kubmetri. Ancaq Avropada dedi 600 dollardır. Hardasa 3 dəfədən də artıq baha. İndi burada problem nədir? Bu qiymətlə bağlı məsələyə baxmaq imkanı var və hər dəfə yeni protokol tərtib olunur. Ona görə 54 dollardan başlamışdı. Gəldi 177-yə çıxdı. İndi tamamilə mümkündür ki, desin ki, mən 500 edeyim, misal üçün. Ermənistan parlamentinin sədri də buna qarşı dedi ki, əgər elə bir şey olsa, biz ODKB-dən və Avrasiya İqtisadi Birliyindən çıxarıq. Avrasiya İqtisadi Birliyindən çıxmaq Ermənistana ziyandır. O Rusiya üçün hədə deyil. Çünki əsas ticarət tərəfdaşları həmin birlikdə olanlardır və ilk növbədə Rusiyadır. ODKB-dən də onsuz da çıxıb da, Ermənistan ODKB-də yoxdur. Ona görə bu real hədə deyil və mən hesab edirəm ki, variantlardan biri qazın qiymətinin qaldırılması əgər Paşinyan seçkini olsa. Sonra misal üçün məlumdur ki, Rusiya 2.3 milyard kubmetr qaz verir Ermənistana. Ehtiyacı 2.7 milyarddır. Yerdə qalan 400 milyon kubmetrdə İran verir.
Qarşılığında elektrik enerjisi alır. İndi əgər ikinci varianta Rusiya getsə, ümumiyyətlə desə ki, mən qaz vermirəm. İki variant qalır. Ya Azərbaycandan aldı, kələvlərlə bu qeyri-mümkündür, çünki aramızda boru xətti yoxdur və maye qaz zavodu da bizdə olmadığına görə maye qaz şəklində də verə bilməliyiz. İran da Rusiyanın xətrinə dəyməmək üçün ola bilər ki, verməsin. Yəni Ermənistan qaz məsələsində də çox ciddi çətinliyə düşə bilər. Başqa məsələlər də var. Ermənistanın əsas müəssisələri demək olar ki, ya Rusiyanın mülkiyyətindədir, ya idarəçiliyindədir. Əsas da misal üçün biri ilə dəmir yoldur. Bəli. Paşinyan xahiş edir, deyir, konsesiya müqaviləsini sat Qazaxstana ki, Rusiya verməz onu. Başqa məsələlər də var. Yaxud ermənilər Rusiyada işləyib hər il təqribən 3 milyard dollar pul göndərir. Azərbaycan misal üçün 500 milyonuna keçmir. Azərbaycanlıların göndərdiyi pul 500 milyon səviyyəsindədir. Təkcə pandemiya dövründə biraz artmışdı, 2 milyard yarıma təqribən gəlib çatmışdı. Onda da orada yığdıqlarının hamısını göndərmişdilər. Çünki pandemiya idi və narahat, qorxu var idi ki, pul bata bilər ya başqa problemlər çıxa bilər. Yəni 3 milyard dollar çox böyük rəqəmdir və öndə gedənlərdən də Ermənistan. Misal üçün Putin onu da dedi. Dedi ki, sizin bu meyvə tərəvəzdir, kaynakdır, başqa şeylərdir. 1 milyard 100 milyonluq satıbsınız. İndi o istəməsə kimə sata bilər? Təzə bazar tapmaq da çox çətin. Rusiyanın ixrac bazarının 90%-ni Rusiya bazarları təşkil edir. Deyirəm də. Yəni demək istədiyim budur ki, Rusiyanın Azərbaycana da təzyiq imkanları var. Hələ var. Var, hələ çox təəssüf ki, var. Onlar hansı dabdarla? Misal üçün bizdə də əmək miqrantları var işləyir. Rusiyada yaşayan Azərbaycan. Göndərilməsi Azərbaycan daxilində də işsizlik var da, bu danılmaz bir şeydir. Və onların da Rusiyadakı o qazandıqlarından məhrum olması bizim üçün problem yarada bilər. Biz əsas kənd təsərrüfatı məhsullarını yenə də biz də Rusiyaya satırıq. Yeni bazarlar tapmaq o qədər asan deyil. Başqa məsələlər də var ki, misal üçün müəyyən qədər Rusiya hələ Azərbaycana təzyiq göstərə bilər. Ancaq Ermənistanla Azərbaycan müqayisə oluna bilməz. Ona görə Putin Paşinyana açıq xəbərdarlıq edir. Və Ermənistandakı tərəfdarlarına dedi ki, bax, mən sizin arxanızdayım.